Aprelin 16-sında Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən güclü küləklə bağlı sarı, narıncı və bu dəfə qırmızı xəbərdarlıq da verilib. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Naxçıvan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi gözlənəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyinin sürəti saniyədə bəzi yerlərdə 28 metrə qədər gözlənəcək. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 28, bəzi yerlərdə isə 30 metrə çatacaq. Nazirlik küləkli hava şəraitində əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.